Bütün bu oyunları sen yapmışsın ha? Tahir kurban oğlum eləmə. Ana gelmişti. Sen ne danışıyorsun? Niye bırakmırsan onu içeri? Fərdiyə deyəcəksən ki, səni anar öyrədib göndərin mənim üstümə. Ne olar Rəfiqə? Malcı olmağa razı ol, çox xahiş eləyirəm. Mama müalicəyə başlaya bilməyəcək. Niye? Çünki mamanın ömrünə 10 gün qalır. Hiçbir ümit yoktu yani. Deyirəm, utanmırsan da ceyib döyülüb gəlmirsən üstünə. Turaldan 50 binin yerinə 200 bin almaq istəmirsən. O pulu Tahirin əli ilə necə lazımdır almaq olar. Bu oyunu quran anar imiş. Bu da təzə senaryodur deyəsən. Nə sənariyə, Tural? Düz deyir. Mən Fərdənin yanına gedəndə evin qarşısında görmüşdüm onu. Nə? İndi sən bizim sualımıza cavab ver görüm. Sən o evə nəyə getmiş? Bugün hər şeyi etiraf eləyəcəm. Mən Anar adında adam tanımıram. Əslində biz Tahirlə bir-birimizi sevirik. Bu nə danışır? Ne işler karıştırırsan sen? Xəyanət 29 oktyabr saat 22-də Xəzərdə.